Salam əziz izləyicilər, hər vaxtınız xeyir olsun. Bugünkü videomuzda sizə 9 illik buraxılış imtahanına hazırlaşanlar üçün 2025-ci il test toplusundan natural ədədlər bölməsindən 102-ci sualı izah edərik. Sualımız belədir. 4n plus 10 və 5n plus 7 ardıcıl cüt ədədlər olarsa, n'in ala biləcəyi qiymətlərin cəmini tapın. Bizim ədədlərimiz 4n plus 10 şəklində və 5n plus 7 şəklində verilib. Biz birinci nəzərə almalıyıq ki, bu ədədlər ardıcıl cüt ədədlərdir. Yəni cüt ədədlərdir. Baxırıq birinci ədədimizə. Birinci ədədimiz hər bir halda cütdür. Çünki istənilən n natural ədədini cüt ədədə vurduqda cüt eləyir. Üzərinə 10 gəldikdə yenə cüt ədəd alınır. 5n plus 7 ədədində tək ədədin üzərinə tək ədəd gələndə cüt olduğuna görə gərək 5n tək olsun. Yəni n tək ədəd olmalıdır. Çünki n cüt olsaydı biz 5'ə vursaydıq 5n cüt olardı. Üzərinə 7 gəldikdə tək ədəd alınardı. Yəni n tək olmalıdır. Bunu da əvvəl özümüz üçün müəyyənləşdiririk. Sonra isə başlayırıq məsələyə iki halda baxmağa. Çünki ardıcıl cüt ədədlər deyildiyinə görə əvvəl 4n plus 10 gələ bilər. Ondan 2 vahid artıq 5n plus 7 ola bilər. Və ya əvvəl 5n plus 7 ola bilər. Sonra ondan 2 vahid artıq 4n plus 10 ola bilər. Ona görə birinci hal 4n plus 10 üzərinə gəlinsin 2 bərabərdir 5n plus 7 şəklində baxırıq buna. Burada 4n plus 12 bərabərdir 5n plus 7. Burada 4n'i bərabərliyin sağ tərəfinə, 7'ni bərabərliyin sol tərəfinə keçirərik və 12 minus 7 bərabərdir 5n minus 4n olacaq. Nəticədə n bərabərdir 5. Birinci halımızda birinci cavabı müəyyənləşdirdik. İndi isə keçirik ikinci halımız üçün. Yəni 5n plus 7'nin 4n plus 10'dan kiçik olduğu hala baxırıq. 5n plus 7 üstə gəl 2 bərabərdir 4n plus 10. Burada 5n plus 9 bərabərdir 4n plus 10. n bərabərdir 1. Yəni 4n'i sola keçirdik, 9'u sağa keçirdik və n bərabərdir 1 oldu. Aldığımız cavabları yerində yazıb yoxlasaq, ədədlərin cüt olduğunu görərik. N'in 5 qiymətində 4 vur 5 20 plus 10 30 eləyir. 5 vur 5 plus 7 32 eləyir. Ardıcıl cüt ədədlər. N'in 1 qiymətində 4 vur 1 plus 10 14 eləyir. 5 vur 1 plus 7 12 eləyir. Yenə də ardıcıl cüt ədədlər. Bizə sualda deyilirdi ki, n'in ala biləcəyi qiymətlərin cəmini tapın. Ona görə bizim cavabımız olur n bərabərdir 5 və 1 olduğu üçün bunların cəmi cavab 6.